Salam, hər vaxtınız xeyir olsun, əziz kanal izləyiciləri və əziz 8-cilər. Bugün sizlərə riyaziyyat 8-ci sinif kiçik summativ qiymətləndirmə 4-də olan test tapşırıqlarının izahını sizinlə paylaşacağam. İzaha keçməzdən əvvəl sizə bir məlumatı çatdırım ki, 8-ci siniflər üçün yeni açılacaq onlayn hazırlıq dərslərimizə qeydiyyat davam edir. Dərslər haqqında ətraflı məlumat almaq üçün aşağıda qeyd etdiyimiz nömrə ilə əlaqə saxlaya bilərsiniz. Qeyd edək ki, dərs müddətində kiçik summativ qiymətləndirmə və böyük summativ qiymətləndirmələrə hazırlıq, eləcə də hər bir şagirdin təməl riyazi biliklərinin möhkəmləndirilməsində üstünlük verilir. Sınaq dərsimizə qoşulub dərslərin hansı keyfiyyətdə keçirildiyi ilə tanış ola bilərsiniz. İndi isə vaxt itirmədən keçək sualların izahına. Başlayaq birinci sualdan. Birinci sualda bizə ABCD dördbucaqlısının A təpəsindəki daxili və xarici bucağının dərəcə ölçüsünü tapmaq tələb edilir. Şəklə baxıb görürük ki, uşaqlar, bizə verilən bucaqlar bu ABCD dördbucaqlısının xarici bucaqlarıdır. Və biz də bilirik ki, ixtiyari çoxbucaqlının xarici bucaqlarının cəmi 360 dərəcəyə bərabər olur. Onda bizə verilən bucaqların dərəcə ölçülərini toplayıb 360 dərəcəyə bərabərləşdirməliyik. B təpəsindəki xarici bucağımız 2x-10 olduğuna görə 2x-10'u yazarıq, üzərinə gəlinsin. C təpəsindəki xarici bucağımız 3x olduğuna görə üzərinə 3x-i gələcəm. A təpəsindəki xarici bucağımız x üzərinə 20 olduğuna görə üzərinə x plus 20-ni gələcəm. Və D təpəsindəki xarici bucağımız x olduğuna görə üzərinə də x-i gələcəm. Bu bərabər olmalıdır 360 dərəcəyə. Bərabərliyin sol tərəfini sadələşdirsək, oxşar toplananlardan 2x, 3x, x və x-ləri islah aparsaq, olacaq 7x, mənfi 10'un üzərinə müsbət 20'ni gəlsək, olacaq üzərinə gəlinsin 10. Bərabər olmalıdır 360 dərəcəyə. X-i tapmaqdan ötürü əvvəlcə 7x-i tapmağımız lazımdır. 360-dan 10'u çıxsaq 350 dərəcəyə bərabər olur. 7x-imiz əgər 350 dərəcəyə bərabərsə, deməli x-imiz 50 dərəcəyə bərabərdir. Bizdən indi A təpəsindəki daxili və xarici bucağın dərəcə ölçüsünü tapın deyirdi. A təpəsindəki xarici bucağımız x plus 20 olduğuna görə xarici bucağımız 70 dərəcə olacaq. Bunun daxili bucağı, yəni 70 dərəcəlik bucağın qonşu bucağı isə 180 çıxılsın 70, yəni 110 dərəcə olacaq. Doğru cavab 70 dərəcə və 110 dərəcə C variantı olur. Növbəti ikinci suala baxaq. Deyir ki, ABCD paralelogramdır, x və y-i tapın. Paralelogramın bilirik ki, uşaqlar qarşı tərəfləri paralel və bərabər olur. Ona görə də biz burada x plus 2y ifadəsini 8-ə və 3x-i 2y-ə bərabərləşdirə bilərik. Bu bərabərliyi tənliklər sistemi şəklində həll eləsək, yuxarıdakı x plus 2y bərabərdir 8 tənliyində 2y-i əvəz edib yerinə 3x yaza bilərik. Olacaq x üzərinə gəlinsin 3x bərabər olmalıdır 8-ə. Və 3x-imiz də bərabərdir 2y-ə. X-in üzərinə 3x gələndə alınır 4x bərabərdir 8. 4x-imiz 8 isə deməli x-imiz 2-dir. X-i 2 tapandan sonra gətirib burada yerinə qoyub y-i də 3 tapa bilərik. Bizdən x-i və y-i tapın deyirdi, oldu 2, 3, C variantı. Növbəti üçüncü suala baxaq. ABCD düzbucaqlısının perimetri 28 cm, ABC üçbucağının perimetri 24 cm olarsa, AO'nun uzunluğunu tapın. Deməli uşaqlar, gəlin bu düzbucaqlının eninə A, uzunluğuna B yazaq. İndi bizə deyir ki, ABCD düzbucaqlısının perimetri 28-ə bərabərdir. Bilirik ki, düzbucaqlının perimetri P bərabərdir 2 vurulsun E'nin uzunluğunun cəminin 2 misli, yəni. Bu bərabər olmalıdır 28-ə. Buradan alırıq ki, deməli E'nin uzunluğunun cəmi nəyə bərabərmiş? 28 bölünsün 2, yəni 14-ə. Digər tərəfdən bizə ABC'nin perimetrində 24 verib. Yəni perimetr üçbucaq ABC, bu da bərabərdir 24-ə. ABC üçbucağına baxsaz, burada indi bunu göyrənin üstündən gedirəm. Bu bizim ABC düzbucaqlı üçbucağımızdır. Bunun tərəfləri AB, bir də AC diaqonalıdır. Yəni yazacağım A üzərinə gəlinsin B, üzərinə gəlinsin AC diaqonalı bərabər olmalıdır 24-ə. Biz yuxarıda A plus B cəmini 14 tapmışıq. Burada A plus B'nin yerinə 14'ü nəzərə alsaq, 14 üzərinə gəlinsin AC bərabər olmalıdır 24'ə. Buradan AC diaqonalımızın uzunluğu bərabər olur 24 çıxılsın 14, yəni 10'a. Amma bizdən AC-ni yox, AO-nu istəyir. Ümumi diaqonalımızın uzunluğu 10'dursa, onda bilirik ki, düzbucaqlının diaqonalları kəsir, kəsimi nöqtəsində yarıya bölünür. AO da OC də 5'ə bərabər olacaq. Üçüncü sualda doğru cavabımız D variantı olur. Növbəti 4-cü suala baxaq.
ABCD paralelogramında BY və BF hündürlüklərdə tələb olunan ölçüləri tapın. Deməli uşaqlar, burada fikir verin. 60 dərəcə bizə haranı verib? Bura hündürlükdür, BY-dir bura. Burada BF hündürlüyüdür. Deməli bura 3-dür, bura 7-dir. Onda bizim bu paralelogramın AD tərəfi 10-sa yuxarı da 10 olur. Düzdürmü? Burada 10 olur. İndi bizə 60 dərəcəni hara veriblər? 60 dərəcəlik bucaq, baxın buradır, bura. Baxın buranı bizə 60 dərəcə veriblər. Bura 60 dərəcədirsə, burada düz bucaq, BF hündürlük olduğu verilmişdir. Onda C bucağı 30 dərəcəyə bərabər olur. C bucağı 30 dərəcədirsə, A bucağı da 30 dərəcə olacaq. Çünki bilirik ki, paralelogramın qarşı bucaqları bərabərdir. Ona görə birinci variantda bucaq A-nı istəyirdi, burada oldu 30 dərəcə. Sonra indi gəlin AB-ni tapaq. Sonra bura uşaqlar 30, 90, yenə bu təpə bucağı bura 60 dərəcə olur. 60 dərəcəlik bucaq qarşısında duran katet bilirəm ki, digər katetin köklü 3 misli, onda bura köklü 3 olmalıdır. Və bizdən indi AB-ni istəyir. AB də hipotenuzdur. 30-un qabağına duran katet köklü 3-ə, deməli hipotenuz 2 köklü 3-dür. AB-miz də bərabər oldu nəyə? 2 kök altıda 3-ə. Qaldı BY-ni tapmaq. BY də köklü 3 yazmışam da. BY də köklü 3-ə bərabər olur. Növbəti 5-ci suala baxaq. Deməli bizə belə bir təklif irəli sürülüb ki, romb bütün tərəfləri konqurent olan paralelogramdır. Bəli, bu doğru təklifdir. Onun tərsi isə belə yazılır. Bütün tərəfləri konqurent olan paralelogram rombdur. Bizdən hansının doğru olduğunu soruşur. Deməli təklifin özü doğru olsa da, tərsi doğru deyil. Çünki bütün tərəfləri konqurent olan paralelogram yalnız romb deyil. Kvadratın da bütün tərəfləri bir-birinə konqurentdir. Ona görə təklif özü doğru olsa da, tərsi doğru deyil. 5-ci sualda doğru cavabımız D variantı olacaq. Növbəti 6-cı suala baxaq. Bir tərəfinə bitişik bucaqların dərəcə ölçüləri 4/5 kimi olan rombun bucaqlarını tapın. Bilirik ki, uşaqlar, romb paralelogramın bir növüdür və paralelogramın bir tərəfə bitişik bucaqlarının cəmi 180 dərəcəyə bərabər olmalıdır. Bucaqlardan birinə 4K, digərinə 5K desək, 4K üzərinə gəlinsin 5K cəmi bərabər olmalıdır 180 dərəcəyə. Buradan 9K bərabər olur 180 dərəcəyə. K-mızı tapırıq, K bərabər olur 20 dərəcə. K-nı 20 tapdığımıza görə bucaqlara 4K, 5K yazmışıq. Olur 80, 100, digər iki bucaqda 80, 100 olacaq. Deməli bucaqlarımız 80 dərəcə, 100 dərəcə, bir də 80 dərəcə, 100 dərəcə olacaq. Növbəti 7-ci suala baxaq. Deyir ki, düzbucaqlının diaqonalları arasındakı bucaq 60 dərəcə, diaqonalın uzunluğu 12 cm olarsa, düzbucaqlının kiçik tərəfini tapın. Deməli, əvvəlcə gəlin bir sağ tərəfdə bir düzbucaqlı çəkək və bu düzbucaqlının diaqonalları arasındakı bucağın bizə 60 dərəcə olduğu verilib. Buradan bu bizim 90 dərəcəlik bütün bucaqları düzbucaq olan bir düzbucaqlımızdır. Bunun diaqonallarını çəksək, bu birinci diaqonal, bu da ikinci diaqonal. Bu diaqonallar arasında qalan bucaq 60 dərəcədir. Baxın, bura 60 yazsam, təbii ki, burada 60 dərəcə olacaq, düzdürmü? Daha sonra diaqonalın uzunluğu isə 12-dir. Diaqonalın uzunluğu 12-dirsə, bilirik ki, rombun diaqonalları bərabərdir. Deməli, bura 6, 6, burada 6, burada 6 olacaq. İndi buradan çıxır ki, uşaqlar, bu diaqonalların kəsişmə nöqtəsində bir O desək, bu düzbucaqlığını da ABCD kimi adlandırsaq, buradan bu üçbucağa baxsaq, COD üçbucağına, bu bərabər yanlı üçbucaqdır. Deməli, bunun oturacağı bir bucaqlar da birbirine bərabər olmalıdır. 60, 60. Və buradan görürük ki, bu bütün tərəflər bucaqlar 60 dərəcə olduğuna görə, deməli, bizim bu üçbucağımız həm də bərabər tərəfli üçbucağıdır. İki tərəf 6 isə üçüncü tərəfin, yəni buranın da 6 olması lazımdır. Bizdən elə düzbucaqlının kiçik tərəfini soruşurdu. Doğru cavab 6 olur. 8-ci suala baxaq. Deyir ki, rombun diaqonalları 6 və 8 cm olarsa, rombun perimetrini tapın. Belə bir romb təsvir edəcəm burada. Rombun diaqonallarını çəkəcəm. Rombun diaqonalları haqqında bilmək lazımdır ki, rombun diaqonalları qarşılıqlı perpendikulyardır və kəsişmə nöqtəsində yarıya bölünür. Diaqonallardan biri 6-dırsa, kəsişib 3-3 bölünəcək. Diaqonallardan digəri 8 isə kəsişdikdən sonra 4-4 hissələrinə ayrılacaq. Bizdən indi rombun perimetrini istəyir. Rombun perimetrini tapmaqdan ötürü əvvəz gəlib bunun tərəfini tapaq. Hər hansı bu kiçik düzbucaqlı üçsuallardan Pifagoru tətbiq eləsəz, tərəfin 5 olduğunu alacaqsınız. Deməli, bizim rombun tərəfi 5-dir. Perimetrinin də 4A olduğunu bilirik. Tərəfimiz 5 olduğuna görə 4 vurulsun 5. Doğru cavab olur 20. Növbəti 9-cu suala baxaq. Təkliflərdən neçəsi doğrudur? Bərabər yanlı trapesiyanın diaqonalları konqurentdir. Bəli, doğrudur. Rombun diaqonalları konqurentdir. Xeyr, yanlışdır. Kvadratın diaqonalları düz bucaq altında kəsişir. Bəli, doğrudur.
Paralelogramın diaqonallarının kəsişmə nöqtəsi onun simmetriya mərkəzidir. Deməlidir ki, paralelogramın diaqonallarının kəsişmə nöqtəsi onun simmetriya mərkəzidir. Paralelogramın diaqonallarını çəksək, baxın bir dənə burada təsvir edək. Bu bizim paralelogramımız olsun. Bu bizim paralelogramımız olsun. Tutaq ki, bunun diaqonalları bunlardır. Bu diaqonalların kəsişmə nöqtəsi haradır? Bura düşür də, düzdür. Deyir ki, indi bura onun simmetriya mərkəzidir. Demək olarmı? Simmetriya mərkəzi nə idi? Həmin mərkəzdən keçən bir düz xətt keçirsək, qatdalayanda üst-üstə düşməlidir. Bəli, uşaqlar, baxın bunu bu ox boyunca qatdalasaq üst-üstə düşər. Bu da doğrudur. Neçəsi doğru oldu? 3-ü. C variantı. 9-cu sualda doğru cavab C variantı olur. Növbəti 10-cu suala baxaq. Deyir ki, trapesiyanın diaqonalı onun orta xəttini 2/5 nisbətində bölür. Trapesiyanın orta xətti 21 olarsa, onun oturacaqlarını tapın. Gəlin bir trapesiya təsvir eləyək. Bu bizim olsun trapesiyamız. Bizim trapesiyamız olsun. Deyir ki, bir diaqonalını çəkək. Bu bizim diaqonalımız olsun. Bu da bizim orta xəttimiz olsun. Deyir ki, bu diaqonal bu orta xətti 2/5 nisbətində bölür. Yəni bura 2K, bura 5K yaza bilərəm. Düzdürmü? Orta xətt isə yan tərəfləri yarıya böləcək. 5K-dsa bura 10K olacaq. Düzdürmü? Orta xətti. Həmçinin bu üçbucağın da orta xəttidir. 2K-dsa burada 4K olacaq. Orta xətti bizə 21 verib. Yəni ümumi 7K-mız nəyə bərabərdir? 21-ə. Onda K-mız bərabər olur 3-ə. K-nı 3 tapdıqdan sonra bizim oturacaqlarımız 4K və 10K-dır. Kiçik oturacaq 12, böyük oturacaq da 30 olur. Doğru cavab 12-30 A variantı. 11-ci suala baxaq. Trapesiyanın oturacaqları 18 və 30 cm-dir. Orta xəttin diaqonal arasında qalan bu parçanın uzunluğunu tapın. Deməli, yenə bir trapesiya təsvir eləyək burada. Bu bizim olsun ixtiyari trapesiyamız. Oturacaqları 18 və 30-dur. Böyük oturacaq 30, kiçik oturacaq 18 olsun. Orta xəttin diaqonallar arasında qalan parçasının uzunluğunu istəyir. Baxın, bu diaqonallarımız olsun. Bircə dəqiqə, bizim ikinci diaqonalımız olsun. İndi bizə nə istəyir? Bax, bu orta xəttə çəksəm, bizdən baxın, bu hissənin uzunluğunu istəyir. Orta xəttin bu diaqonal arasında qalan bucağı istəyir. Bu məsafəni istəyir. Təbii ki, bura 18 isə bu orta xəttidir. Bura 18-in yarısı, yəni bax bura 9 olacaq. Burada 30-un yarısı ümumi nə qədər olacaq? 15 olacaq. Düzdür? Ümumi 15-dir. Bura x yazsam, bura 15 çıxılsın x olur. Düzdür? Bizim ümumi deməli 54, bircə dəqiqə uşaqlar, yox. Bizdən trapesiyanın oturacaqları 18 və 30-dur. Orta xəttin diaqonallar arasında qalan parçasını, bəli, buranı istəyir. Bax, x yazdım. Orta xəttin bu diaqonallar arasında qalan parçasının uzunluğunu istəyir. 18, 30, ümumi bura 15 olur. 30 ilə 18 toplayanda 58, 48, bəli. Burada olur 15 çıxılsın x. Bura 9 olur, düzdür. Bura 9 olur. 18-in yarısı bura olur. Buna görə ümumi 15 olması üçün, yəni 9 ilə x-in cəmi də nəyə bərabər olmalı? 30-un yarısına 15-ə. X-i də buradan tapsaq 15-dən 9 çıxanda doğru cavab 6 cm olur. D variantı. Növbəti 12-ci suala baxaq. Deyir ki, burada GK, KH və HG parçaları DYF-in orta xəttləridir. Bax, orta xəttlərdir bunlar. DG 8-dir, bax, bura 8 isə, burada 8-dir, orta xətt dediyinə görə. Daha sonra DY 24-dür, baxın DY. DY ümumi 24 isə, onda bura 12, 12 olacaq. EH 10,6-dır. EH bura 10,6 olsa, təbii ki, burada 10,6 olacaq. Bizdən indi, bax, buranın perimetrini istəyir. Bax, buranın perimetrini. Təbii ki, bura 8, bura 12, bura 10,6 olur. Toplasaq, 20, o da 10,6, 30,6 eləyəcək. C variantı. Növbəti 13-cü suala baxaq. ABCD paralelogramında bucaq A-nın tənböləni BCD, baxın, bu tənböləni də alfa-alfa olaraq ayırır. Təbii ki, burada alfa olur və buradan çıxır ki, bu üç bucaq bərabər yanlı üç bucaqdır. İndi bunun bu yan tərəfi 6-sı, deməli burada 6 olacaq. Burada 6 yaza bilərəm. Ümumi yuxarı tərəf 9 olur, aşağı da 9 olur. ABCD paralelogramın perimetrini istəyir. Perimetr bərabər olacaq 6 ilə 9-un cəminin 2 misli, yəni 30. Bu trapesiyanın deyir ki, ATCD trapesiyasını, bax bunun orta xəttini, bunu istəyir. Bura bir x yazsam, trapesiyanın orta xətti necə tapılır? X bərabərdir
oturacaqları cəmi, yəni 3 ilə 9-un cəminin yarısı. O da olur neçə? 6. Belə. 14-cü sonuncu suala baxaq. Hansı dördbucaqlının 4 simmetri oxu var? Kvadrat. 14-cü sualda da doğru cavab B variantıdır. Belə uşaqlar, hər birinizə uğurlar. Gəlin dərslərdə görüşənədək hələlik sağ olun.